Bu da bir talihdir, bu da bir alın yazısıdır, bu da bir qismətdir, siz yaşayırsınız. İndi yəqin ki, mən bilirəm ki, sizi başa düşməyənlər də var, olacaq və hətta məni qınayanlar da olacaq ki, məsəl üçün bu verilişə Şahnaz xanımı dəvət etmişəm. Bəli, belə insanlarımıza baxaq, belə insanlarımızdan ibrət götürək. Belə insanları həyat sındırmadı, əydi, amma sındırmadı. Belə insanların sinəsinə çalın çarpaz dağlar çəkildi. İstər evlad dərdi, istər ana dərdi, istər bacı dərdi, istər evsizlik dərdi. Belə insanların ürəyi qubar oldu. Belə insanların ürəyinə qaynar yağlar səpildi. Amma belə insanlar sınmadı, sənəti yaşatdı, sənətə çatdı, zirviyə çatmaq üçün. Bax, görürsünüz, qab yuyur, görürsünüz, pol yuyur, görürsünüz, xadimə işləyir, zülümlər çəkir, amma özünü tamaşaçılar qabağında əymir. Öz balalarını, öz dərdini gizlədərək əymir. Bax, belə anaların qarşısında mən baş əyirəm. Belə ananın qarşısında mən baş əyirəm. Zəhmətkeş ananın qarşısında baş əyirəm. Öz evladları üçün öz canından keçən anaların qarşısında baş əyirəm. Bəlkə çox adamlar bəlkə də Şahnaz xanımı qınayacaq ki, bəlkə də arsızdır. Xeyr, arsız deyil. Bu insanı həyat arsızlaşdırıb, bu insanı həyat amansızlaşdırıb. Gəlin, açıq gözlə həyata baxaq. Gəlin, həyatı şoya döndərməyək. Gəlin, həyatımızı biri-birimizin həmdərd olaq, biri-birimizin dərdindən hali olaq. Anam da yoxdur, dərdimi danışım. Buç-buçumu gürgünüm anamlarla. Buç-buçumu gürgünüm anamlarla. Qarlı gün qara torpağı kövrülər anamlayla anamı çərrətdilər. Demirəm qardaşlarım onu əl üstü saxlayırdı. Kimdirsə ekrandan bilir, namərd. Namərd, hələ bir cəmaatın da arasına çıxırsan. Namərd, o qədər qorxu çəkdi anam, o qədər. İçdilər, gəldilər, anamı öldürdülər, axır qubarlatdılar.